küçədə it nə qədər açıq qaldı. Onlar kişilər. Ay Allah, Tamam, bir dəqiqə siz gözləyin, tamam. Salam. Bu günlərim sizin favori blogeriniz təyyarənin qarşısından çəkərdi, amma təyyarədən çəkmirəm, qatardan çəkirəm. Amma nə olsun, əslində o yenə də gedirəm bu gecə. Bir ki bax, gözümüzü belə yum. Şəkdək. Qatardan düşdük, gəldik. Taksilər qiymətləri maşallah deyirlər. Şəkidə Bolt işləyir bu arada, amma ki hər dəqiqə Boltu tapa bilmirsiniz də hər yerdə. Məncə şəhərdə tapmaq olar, amma Bağızal tərəfdə olmur bizə. Biz dayda ilə getdik. Qiyməti təbii ki də gəzirik özümüz üçün, həm də gedirik şeyə, bazara. Nə alacaqsa da. Mağazalar da belə 9-dan 10-dan. Amma bir dənə sizə söz deyim. Burada küçədə it nə qədərdir. Bakıda pişikdirsə, Şəkidə ancaq itdir. Bu arada, əgər həqiqətən də Şəkidə heç tanışınız, heç tanımırsınızsa, burada qalmaq yaxşıdır. Mən düz burada qalıram. Buradan aşağı düşürsən, belə yuxarı qalxdın, Karvansara. Buradan aşağı düşdüm, bazar, Karvan otel. Buradan yuxarıda Astanovkadır, Alban məbədi zad, ora gedirsən. Bir də bu svetofor dayanmadan keçin qışqırır. Nəysə dostlar, gedirik indi Sansaray. Çarçıxan evinə gəldik. İçəridə video çəkmək olmaz. Çünki flash bu şeylərə zərər verir. Məsələn, onu ötürüz internetdən baxa bilərsiniz. Çəkmədim. Çox da şəkillər çəkdim. Amma gözəl. Belə kombinim necə duş alır. Tam bir turist oxşuyur. Hal-hazırda acıdıq. Ona görə gəlmişik yemək yeməyə. Telefonumu istifadə edirəm hal-hazırda. Sizə ətrafı göstərdim. Çox qəşəngdir. Bu mütləq gəlir. Yeməklərini elə bilmirəm. Yeməklər gəlsin yeyim. Sonra deyəcəm necədir. Bax belə bir mənzərəsi. Deməli belə bir neydi bunun adı? Topu dolması və olmazsa olmaz piti, reyhan kombodu. Bir də belə döyməc. Özümü bəzi blogerlər kimi aparım. Gəlsəz bura mütləq gəlməlisiniz. Biraz dincəlim. Gəl sizə dincəlim. Salam, sabahınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Mən də yaxşıyam. Dünən bol yatmışıq. İndi gedirik səhər yeməyə yeməyə. Yerə piyada gedirik. Əslində deyə bilərsiniz ki, niyə piyada gedirsən? Marşrut zat. Əslində marşrutları yaxşıdır, bayağı var və tez-tez işləyirlər. Sadəcə biz piyada gedirik ki, bəlkə maraqlı yer qabağımıza çıxar eləyər. Gedirik də, nə var? İşimizin gücümüzlə yox, boş adamlar. Bu arada kombinim necədir? Məncə gözəldir. Selam ki. Deməli, yeməyimiz gəldi. Çox bəyəndim. Bura Karvandır. Zaten bura tanınmış restorandır Şəkidə. Mütləq gəlməlisiniz məncə. Superdir. Ortam falan içdilər. Qut. Biz yemək yeyək. Sonra gedəcəyik. Və burada pişik var. Sonunda pişik tapdım Şəkidə. Pişik. Gətirin də mənzərəsi belədir. Burası bura günüydü deyə biz burada oturmadıq. İçəridə oturduq. Məncə içəridə yaxşı idi amma. Nice idi. Hadi gidelim. Gittik. Avtobusla 15-dən getdik. Ki otelin yanından Kiş kəndinə. Avtobus heç nə çəkənmədim. Çünki avtobus bax böyle basıb, böyleydik. Nə gözəldir ay qız. Çox balacaydı. Mən bilmirəm, o qədər balacayı bilməmişəm məncə. Mənim yaşım onları görməyib. Şeydir. İndi gedirik Alban kilsəsi idi, yoxsa məbədi idi? Məncə kilsə idi. Nəysə, indi gedirik. Elə anlı belə dümdüz yol ya. Ak git gidiyoruz. Çox qışqırmayım, cəmaatın evlərdir. Kimsə istirahət edir. Nəysə ehtiyac yoxdur. Burada belə həmişə znaklar var. Наконец-то çatdıq.
Burada arzu tutursan, qəpik arzu tutursan, niyyət edirsən. Qəpik əgər divara yapışsa, demək niyyətin qəbul olunur. Bizim qız da hələlləşir. Görək. Bilmirəm, əlimə yapışır deyir. Hep yapışmaq istəyir. Gəzdik. Alban kilsəsini də gördük. Arzumuz yerinə yetməyəcəyini dedi. Amma mən zorla qəpiyimi ora qoydum. Kleyi ala bilərəm, qəpiyi yapışdırım. Qalsın gələn səfər. Gələn səfər onu 100% eləyəcəm. İçərini çəkmədim, qorxuram. Birdən çəkərəm, sonra cərimə zad eləyərlər. Ona görə özünüz gəlib görərsiniz. Ya da internetdə yazın. Alban kilsəsi. Bu. Məbədi. Nəsə. Xanlanda gəldik. 2 manat 30 qəpiyə elədi. 3 manat verdik. Baxın, belə. Qəribə. İndi sizə hamısını çəkin. Şimdi şöyle bir yerdeyik. Melekler bizi karşılayır. Dın 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 dın. Sonra da şeyler bizi karşılayır. Komik ya. Şu geldik. İşte benim zırt pırt dırt pırt. Hepsini binmek istiyorum. Mınan 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 mınan. Buradan gedəcəyik ora. İndi buradan qalxırıq yuxarı 150 dənə pləkan olmalıdır. Oradan da təzələn. Abra 156 üzr istəyirəm. Sonra gedəsik ora. Oradan da yəqin ki, maşınlara minəcəm. Ölmədən edilməli olanlara elədik. Ayaqlar uzundur. Bye bye. Sana bizim topladı orada. Neyse zipline macerasından sonra indi gedirik gım. Orada topluk eləyəcək. Şimdi bu benim arabam olacak. Bu kadar Xanlandda yəni əslində var. Burada yerlənmək var. Sonra orada elə bil ki səni belə onlara minmək istəmirəm. Çünki mənə çox mənasız gəlir. Bəlkə bu atlanmağa gedim, tullasınlar məni. Eləyim də, mineyim görürsən. Yaxşı gedirəm. Bilmirəm ki də buraxacaqsınız. It was at this moment that he knew. He fucked up. Güləşdə xanım, təəssüratlarınız? Yaxşıdır. Sağ olun, çox sağ olun. Oy, nətər oldu? Qorxdum bir anda. Bir anda qorxdum ha. Neyse dostlar, kombin değişikliği. İndi gedirik akşam yemeğimi. Qolumdakı maşallah. Neyse bu da şəkildən bir xatir oldu mənə. Biplayırlar. Yeni Qaqarına gəlmişik. Mükəmməl bir mənzərəmdə oturmuşam. Eyni yerdə oturdum. Heç yəni başqa bir yerə otura bilmirəm. Mənim nurumdur bu yoxsa iyi bol sirkə. Bol sirkə iyi gəlir. Göbələk kimi bir şeydir. Həm də badımcan. Bu çox fərqlidir. Allah'ım bu çok lezzetli. Oh, very delicious. Oh my god. Alından sonra bir qəribə dad buraxır, amma dadlıdır. Məsələn, mən qalan hamısını yeməyini yeyim. Arxada da adamlar çoxdur. Mənim anksiyete tutub. Sifətim nəfsi oldu. Nəsə, bunları yeyim. Danışarıq. Minik xudmani bir stolumuz var. Özünə gör. Adı bizim, dadı da bizim. Mənə nur. Siz də gəlin, sizə danış olsun. Hara gəlmişəm sizə? Şirniyyat. Bir də görək nə alabilirik. Yedik, içdik. Aldıq. İndi də gedirik oteləm. Heç nə. Yoruldum. Çox yedim, çox gəzdim, çox əyləndim. Və qolum. Nəysə. İndi sadəcə yeriyirik. Ne. Bir dənə söz deyim. Bu üzü yuxarı Karvansara tərəfə gedəndə bir dənə dərzi var. Çox qəşəng retro mahnılar qoyur. Bayılıram ya. Hər dəfə o yuxarı qalxanda bir qəşəng mahnı qoşur, bir qəşəng mahnıya eşidirəm. Gözəldir. Özü divar zat da qəşəngdir. Prosta mənim anksiyetim və insanların bəzən həqiqətən də hər şeyə çəkməyə icazə verməməsi artıq məsəl üçün bəzən həvəslənib çox qəşəng şey görüb onu çəkmək istəyirəm, adam gəlib düşüb çəkmək olmaz. Bu mənim bütün
qaçırır. Özümü pis hiss edirəm, pərt hiss edirəm. Bəlkə burada elə də bir pərt olması bir şey yoxdur. Amma narahat oluram. Ben ondan sonra artıq bəlkə kimsə icazə verəcəksə də mən çəkməməyə qərar verirəm. Belə yəni. Gözəl. Çox yorğunam ya dostlar. Nəysə səhər saat 6-dır. Maşınla gedirik Bakıya. Doğma vətən. Sizə otelimizdə bunu göstərmək istəyirəm. Çox qəşəng aslında. Hər səhər bununla oynarım. Əslində qəşəng ideyadır. Evimdə məsələn belə bir yazı falan qoya bilərəm. Çünki hər səhər bunları görürəm, motivasiyonum. Belə danışmaq istəyirəm. Yəni deyir, bu günlərin sən yenidən başlayacaqsan nəmdə və ən zoru axırda proud. Özünlə fəxr eləmək. Bəli, özündən fəxr eləməlisən. Nəysə, boş bir mənası danışdım. Şəkil bitdi macərası, amma ürəyimdə 2 gün yəni bəs eləmədim. Mütləq yenə gələcəm. Çox əyləncəlidir. Məncə şəkilin insanları həqiqətən əylənməyi bacaran insanlardılar. Çünki həm özlərinin rəftarı olsun, həm aktivitelər falan olsun, super. İnşallah gələn səfər bir dostlarımla, kollektiv nazarla mütləq gəlməliyəm bura. Gedək də.